Buxari Müslimdə bir hədis var. Hansı ki, deməli Məlik bin Huveysirdən gəlir. Deyir ki, Məlik bin Huveysir deyir ki, mən deyir bir yoldaşımla bərabər Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlmişdim. Və elə ki, oradan geri dönmək istədikdə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə dedi ki, namaz vaxtı gəldikdə azan verin. Sonra iqamə verin və sonra yaşca böyüyünüz olan kimsə sizə imamlıq etsin. Və burada da fikir versək, yaxşı, buradakı dəlil nədən ibarətdir? Buradakı bütün damirlər, qardaşlar, yəni şəxs əvəzlikləri ikilikdə istifadə olunub. Allah Resulü sallallahu aleyhi və səlləm ikilikdə istifadə edib. Əhədukuma, yəni sizdən biriniz. Yəni iki nəfər gəlmişsiniz Allah Resulünün yanına və Allah Resulü deyib ki, siz ikiniz əgər namaz vaxtı gəldisə, azan verin, iqamə verin və sizin ikinizdən biriniz neynəsin? İmamlıq etsin. Və burada da iki nəfərin olmasına dəlalət kimi gətiriblər ki, yəni hətta cümə namazında belə, burada namaz ləfzi də həmçinin deyiblər ki, ümum qəsd olunur. Hətta cümə namazı üçün də keçərlidir. İki nəfər olsa belə, yəni o cümə namazı inşallah ki, keçərlidir. Və necə ki, dedik ki, biz İmam Əhməd və yəni ümumən Həmbəli və Şafilərdə 40 nəfəri qeyd ediblər. Mütləq şəkildə imamdan başqa 40 nəfər olmalıdır. Yəni ümumi 41 nəfər. Yaxşı, bunun dəlili nədir, qardaşlar? Abu Davud və İbn Məcəh və həmçinin Beyhəqinin Kə'b bin Məlikdən rəvayət elədiyi bir rəvayət var. Buyurur ki, hər cümə Kə'b bin Məlik Əs'ad bin Zurarəyə dua edir. Soruşurlar ki, sən niyə görə hər cümə o adama dua edirsən? Buyurur ki, Kə'b bin Məlik deyir ki, çünki o Mədinədə bir yer var və o yerdə bizə ilk cümə namazını qıldıran şəxsdir. İlk cümə namazını bizə o qıldırıb. Hə? Və soruşurlar ki, həmin gün siz namaz qılan neçə nəfər idiniz? Buyurur ki, 40 nəfər idik. 40 nəfər idik deyir. Bəli. Və buradan istinbat ediblər ki, yəni Həmbəli və Şafi, bəzi dəlillər də var, sadəcə bu ən tutarlısı da onlar üçün. Deməli, cümə namazının sayı neçə nəfər olmalı? 40 nəfər. Lakin alə kulli həl, qardaşlar, bu 40 nəfər olması şərt deyil. Yəni 10 nəfərdən də olar, 3 nəfər. Yəni bu məsələnin racih görüşü odur ki, 3 nəfərdən də qılına bilər. Cümə namazında 40 nəfər olması şərt deyil. Sadəcə bu bir görüşdür alimlərdən. Bəli. Hətta onlar, yəni Həmbəli və Şafi alimlər deyirlər ki, o 40 nəfərin arasında, məsələn bir cümə namazı fikirləşin, orada 40 nəfər var. Hətta bu dərəcədə qeyd ediblər ki, o 40 nəfər say cümə namazı vacib olmayan kimsələrlə tamamlanarsa, yenə də cümə namazı keçərli deyil. Məsələn, 40 nəfər var, içərisində qadınla birlikdə cümə namazı 40 nəfərdir və ola bilsin ki, orada kölə var, hansı ki, onlara cümə namazı nədir? Şərt deyil, vacib deyil. Əgər onlarla birlikdə 40 nəfər olubsa, yenə də say keçər. Çünki əslən deyir ki, onlara cümə namazı vacib deyil. Fikir verin. Lakin Allah Teala ələm, cümə namazı 3 nəfərlə də keçərlidir. Necə ki, birinci görüşdə bunu zikr etmişdik.